Salam əziz izləyicilər, bugün sizlərə LG 7 kiloluq və ya 8 kiloluq paltar yağının istifadə qaydasını göstərəcəm. Proqramlar çoxsunda keçiyə görə, elə bir çox ikisində də eyni olur. 7-dir, 8-dir, fərq etmir, çoxsunda eyni olur. Bu proqramlara uyğun sizə mən hansı paltarları qoymaq lazımdır, neçə dərəcə olmaq lazımdır, onları deyəcəm. Açıqlama qismində videonu cədvəl şəklində də atacağım sizə yazılı şəkildə. Start işə salmadır, söndürüb yandırmadır, temperaturu təmizləməkdir. Deyək, buradan basdıqca temperatur dəyişir. Spin də ki, sıxmanı göstərir. Çox adam deyir, spin nədir? Yəni burada sıxmanı göstərir. 4.2.00 yazılsa da, yəni 400 demək, 400 sıxma, 600 sıxma, 800 sıxma, bu onu göstərir. Sonra buradakı proqramlar çox müştərilərin deyək yazdığı rəylərə görə buradakında yazı qoyanda burada vaxt var, buradakıların bəzində vaxt yoxdur. Deyir ki, bunlarda niyə vaxt olmur? Bunun səbəbi də odur ki, siz qoyduğunuz çəkiyə görə burada avtomatik su götürmə vardır. Deyək, o çəkiyə uyğun su götürür, o çəkiyə uyğun da vaxt təmizləyir. Paltalar qoyduqdan sonra bu hissədə deyək, hardasa 1 dəqiqə yarım boş-boş fırlayır. Yəni fırlamağın qorxmayın, narahat olmayın. Bu o deməkdir ki, paltarları fırladıqca oradakı paltarın çəkisini çəkir və ona uyğun su və yaxud su və vaxtı təmizləyir. 1 dəqiqə 30 saniyədən sonra öz avtomatik işə düşər, narahat olmayın. Bir dənə burada vaxt göstərir, 30 dəqiqə qalanlarında siz buradan qoyduğunuz proqrama, tutaq ki, spini tənzimləyirsiniz, sıxmanı tənzimləyirsiniz, buradan da temperaturunu tənzimləyir, startı basırsınız. Bu tərəfdəkilərdə öz avtomatik verir, bir dənə bu hissədə siz özünüz təmzimləyib işə salırsınız. İndi proqramlarda sizə ardıcılıqla deyəcəm, diqqətlə qulaq asın. Əvvəlcə bu bilirsiniz ki, bu yandırıb söndürəndir. Rahat bir şeydir. Bu sıxmanı təmizləyəndir. Bu temperatur təmizləyəndir. Bunlar temperatur artırıb azaltmaq üçün. Birinci proqram bu pambıq proqramı, cotton proqramıdır. Ağ paltarlardır, dəsmallardır, yataq dəstlərdir. Bir də normal çişli ağlar olur. Bunlar bundan ötürüdür. Deyək, az çişli ağ paltarlar üçün cottondur. Bunu 60 dərəcəyə qoyub istifadə edə bilərsiniz. Cotton plus deyək, pambığın bir üstünüdür. Çox çişli və qalın ağ paltaları, plastinaları üçün yaxşıdır. Plastinalardan ötürü daha yaxşıdır. Dəsmallara, yorğan üzünə bu ilə istifadə edərsiniz. Bunu qoyarsınız temperatur kimi 60-dan yuxarı, ən maksimum 90 dərəcə. Sonraların mix fabrik var. Yəni bu da mənası qarışıq paltarlardır, rəngli paltarlardır, qarışıq paltarlardır. Bunlardan ötürü ən yaxşısı budur. Bunun da temperaturu qoyursunuz maksimum 30-40 dərəcəyə ki, rəngli paltarlarda rəngi qaçmaması üçün ən maksimum 40 qoyarsınız. QX 30-dur, tez bazar yumadır. Tez bazar yumada təkcə elə bil ki, bu proqramda az çişli paltarlardır, rəngli paltarlardır, gündəlik paltarlardır, bunda yaxşıdır. Buna qoyursunuz, temperaturda maksimum 40 dərəcədir. 40 dərəcə ilə o tərəfə götürməyəsiniz, rəngləri qaçmasın deyə. Allergenik proqram, bu allergiyası olan insanlara, körpə uşaqların paltarları üçündür. Bu proqramda paltarların tozların, allergik bakteriyaları azaltmaq üçün daha yaxşıdır bunlar. Yataq dəstləridir, banuşlardır, yastıq üzləridir, deyək, alt paltarlarıdır. Bunlar təmasda olan əsas şeylər, deyək, bədənə təmasda olan proqram, bakteriyalar, bu yaxşıdır, allergenik. Soranları da keçdik bura. Aktiv ver, yəni sportivni, idman üçündür. Bunlar hərəkətdə olan daimi aktiv geyimlər, idmanda olan idman hərəkətləri üçün cəhdli olanlar, tər qoxusu üçün olan proqramlardan ötürü. Bu yaxşıdır. Bunu da deyək, maksimum qoyuruq 60 dərəcəyə kimi istifadə edə bilər. Bu elə bir şey, əllə yuyulan paltarlardır. Əllə yuyulan paltarlardır. Yəni əllə yuyulan nazik paltarlar üçün daha yaxşıdır. Nazik paltarlar ən çox bundan istifadə edirsiniz ki, çox da zərər gəlməsin. Sonra delikates, zərif
alt paltarlarıdır, incə parçalar üçün bu yaxşıdır. Bu proqramda barabanın təmizlənməsi üçün istifadə olunur. Yəni bunu paltarsız istifadə edirsiniz, içinə paltar qoymursunuz. Bu proqramda vaxt olmur, sıxma olmur. Bu barabanın təmizlənməsi üçün ən ideal proqramda Tüslit barabanı. Bundan istifadə edirsiniz. Heç olmazsa ayda bir dəfə istifadə edirsiniz. Limon duzu və ya kalqondan istifadə edərək baraban için təmizlənməlidir. Rinse spin, palaskanya açımdır, deyək ki, açım. Yaxalama sıxmadır, sadəcə soyuq su ilə yüngülvari, yulası, dəsmaldır və yaxud da gündəlik nə istifadə edirsinizsə bununla bu proqrama qoyub istifadə edirsiniz. Ümumiyyətlə sıxmadır maksimum 800-dən yuxarı qoymayarsınız. Dərəcəni də 60-dan yuxarı qoymayasınız. Bu da paltarlar üçün ən xeyirli temperaturla sıxma dərəcəsidir. Bir dənə ağ plastinalarda yoğan üzərində qaynatılan 90 dərəcə ilə istifadə edirsiniz. Bu soldakı proqramlarda vaxt göstərmir. Bura deyək ki, qoyub bu sizə dediyim proqramlardır. Bunlardan istifadə edəndə temperaturu 60 dərəcə ilə, bir də rəngli paltarlarda qoyursunuz 30-40 dərəcəyə maksimum. Qalanlarda bunlarda da bunda qoyursunuz deyək 90 dərəcə, bunda qoyursunuz 60 dərəcə. Bunlarda elə belə deyək gündəlik tez bazar yaxalamaq üçündür. Bunda 30 temperaturunu verir, ondan yusaz bəsirik. Bura paraşotdur, 1 kiloya 1 xörək qaşığı dolub paraşot tökürsünüz və yaxud da özün qabları olur, ondan istifadə edirsiniz. Ətirləndirici mayedir və ya kalqondur, limon duzdan da bura atılır. Bir də ayda bir dəfə buranı təmizləməlisiniz, açıq. Buranı, bir də barabanın təmizliyi əsas önəmli şeylərdən biridir. Budur. Başqa sualınız varsa yazarsınız, deyərəm sizə, başa salarım. Yəni cədvəl atacağım bu proqramlara uyğun. Bu cədvəldə də dərəcədir, temperaturdur, deyək sıxmasıdır. O adlı cədvəl şəklində atacağım. Videoyu axıra kimi izlədiyiniz üçün təşəkkürlər. Zəhmət olmasa, zəhmət qarşılığında YouTube kanalımıza abunə olmağı da unutmayın və paltar yuyanımın istifadə qaydası və yaxud da proqramlar barəsində hansısa bir problem və yaxud da bilmədiyiniz şey varsa yorumlara yazın, sizə köməklik edək.